Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli 19 aprel bu günlərim keçirilmiş OTK sınavından informatika suallarının izahına başlayaq. Demək, birinci sualda baxaq görək bizdən nə istəyir. Yaxşı seçdirə bilməliyəm. Aha, burada nə istəyir? Deməli, deyir, ekrana çıxacaq qiyməti K dəyişəninin qiymətindən asılı olaraq ifadə edin. Əla, K dəyişəni deyəndə, yəni K burada görürsünüz 2K plus 1 yazılıbdır. Yəni ki, sonuncu ilə birlik ki, işimiz yoxdur. 2K-ya qədər gələcək. Yəni K-da daxil olmaqla. X-də nə edir? Həmin o qiymətləri alır. Yaxşı, deməli aşağıya düşsək, yəni belə deyək də 2x-də 2x götürəcəyik axırıncı dəfə. Aşağıya düşəndə nə yazıb? R bərabərdir. X plus 2 vurulsun x plus 4. Ondan sonra yoxlayır R 2-yə bölünəndə qalıqda, yəni 1 qalırmı? Yəni təkliyini yoxlayır. Yəni buradan çıxan cavab təkdir. Biz belə deyək, x plus 2 vurulsun x plus 4. Yəni bu cavab bizə nə vaxt tək verəcək? Belə deyək də, x buradan çıxan x, bu aralıqdan çıxan x. Hansı x olmalıdır ki, yəni təkmə olmalıdır, cütmə olmalıdır ki, bizim bu qiymətimiz bizə tək versin ki, burada doğru olsun və bu biz hesaba daxil ola bilək. S bərabər S plus 3x-ə daxil ola bilək. Yəni bu R-dəki bu nəticə bizə tək verməlidir. Bu nəticənin bizə tək verməsi üçün o zaman biz x-in yerinə nə qoymalıyıq? Təbii ki, tək qoymalıyıq. Yəni tək qiymətlərini qoymalıyıq. Yaxşı, bura qədər yəqin ki, aydındır. İndi biz x-in yerinə tək qoymalıyıqsa ki, bu nəticə tək versin və şərt ödənsin ki, biz S-də bu hesabımızı apara bilək. S-də də nə iş görür? Həmin o təklərin, o tək qiymətləri, x-in tək qiymətləri 3 mislində, yəni 3x belə deyək, 3-ə vurulmuş hasilini S-də cəmləyir. Əla, bu x belə yəni siz çaşdırmasın, xk yəni eyni şeydə oradan gəlir, eyni mənada. İndi gəldik, deməli bizim qiymətlərimiz məsəl üçün atıramda, deyirəm 1-dir, təklər lazımdır mənə 3-dür, 5-dir, 7-dir və s. bu şəkildədir. Gələcək 2k bilirik ki, və yaxud da ki 2x bilirik ki, bizdə cütdür, sonuncu cütdür. Yəni 2x minus 1 sonundan bir dənə əvvəlki də təkdir, düzdür? 2x minus 1, bura qədər bu da daxil olmaqla hamısını götürəcək. Yəni bunlar bu qiymətlər. Bu ifadədə x-in yerinə qoyulanda sizə ifadə tək verir və tək verdiyinə görə bu şərt ödənir və o şərt ödənəndən sonra biz həmin bu x-ləri burada 3-ə vurub S-də cəmləyə bilərik. Yəqin ki, bura qədər aydındır. İndi vəssalamda yəni bu hissəsini bunu sileyim. Bunların biz 3 mislini axtarmalıyıq. Və S-də cəmini k ilə ifadə edəcək. Bu da deməli S bərabərdir. 3 vurulsun. Birinci həddimiz bizdə neçədir? 1. Üzərinə gəlsin 2x minus 1 bölünsün 2 vurulsun n. N də bizdə neçə eləyəcək? Yəni say. Sayımız x-də düzdürmü? 2x minus 1 çıxılsın 1 bölünsün 2. Bu da bizə neçə verəcək? Bölünsün 2 plus 1 o da bizə verəcək x. Yəni buradakıların sayı x-dir. Bildiniz yəni ki, bax, sonuncumuz neçədir? 2x minus 1-dir. Çıxılsın 1, bölünsün 2 plus 1. Buradan bizə neçə qalır? Plus 1. Buradan bizə neçə qalır? X qalır. İndi x-imizə də vurduq və salam. Buradan da deməli bizdə nələr gedir? Minus 1, plus 1. Bunlar gedir, 2-lər gedir. 3x vurulsun x qalır. Bu da 3x-in kvadratıdır. O cavablardan haradadır? D variantında. Yəni bu x k-da, yəni həmin k, burada x, o k-lardan qiymətlər arada fərqi yoxdur. Yəni k kvadratı və yaxud da x kvadratı. Onu axtardıq biz onsuz da. Cavabımız olduğuna D variantı. Yəni sizlərlə yazmanızı da başqa cür ağlıma bir şey gəlmir. Onsuz da riyaziyyata çeviriblər də. Deməli, ingilis əlifbasının hərf simvolları və rəqəm simvollarından ibarət mesaj aşağıdakı qayda ilə şifrlənir. Hərf simvolları 3 mövqe sola sürüşdürülübdür. Deməli, rəqəmlər də 4 mövqe sağa sürüşdürülüb.
göstərilən qaydada mesajı şifrələdikdən sonra şifrə alınarsa, mesajın ilk halını müəyyən edin. Onda biz geriyə qayıdaq da. Deməli, hərfləri 3 mövqe sola sürüşdürübsə, kodlaşdırıbsa, deməli biz 3 mövqe sağ eləyək görək hansı hərfdir. A-dan 3 addım atsam, 1, 2, 3 D hərfinə düşür. Deməli, birinci hərf D-dir. O zaman Y variantı ilə C variantı gedir. Elə o birislərdə də hərflərə baxsaq, R-dən deməli 3 addım atsaq hara düşəcək? 1, 2, 3 addım U hərfinə düşür. Hərflər U olan A variantında. Burada O hərfidir. Burada da V hərfidir, bizlikdir. Cavabımız olacaq nə? A variantı. İstəsəz rəqəmlərdə 4 mövqe sola doğru qaytarıb yoxlaya bilərsiniz. Yəni burada eləyə bilərsiniz. İmtahanda vaxt itirməyin. K təpəsindən keçməklə A təpəsindən M təpəsinə neçə müxtəlif yolla getmək olar? A-dan M-ə, K-dan keçməklə. Onda indi K-dan keçməyənləri biz bağlayaq. Bu K-nı görmür də. Görürsünüz, bu til neçə vaxt K-nı görməyəcək. Bu da görmür, bu da görmür. Başqa. Burada görməyəcək. Görə K-nı görməyən başqası qaldı mı? Məncə qalmadı. Deyirəm, hamısını gördük, qeyd elədik. Deməli, 1 adi bildiyimiz qaydadır. B-yə 1 gəlibdir, 1 çıxacaq. C-yə 2 gəlib, 2 ötürür. Y-yə 3 gəlibdir, 3 ötürəcək. K-yə deməli 5 gəlibdir, 5 ötürür. Deməli, burada 5 verəcək, burada 5 verəcək. Və səmdə S-dən də təzədən bu 5 fırlanıb gəlir belə, bu 5 də fırlanıb gəlir bura. Bunların da cəmi neçə edir? 15. D variantı. Gəldik, deməli, true cola R gibi və yaxud da yaza bilər və yaxud da haqqı ola 16 bitliklə kodlaşdırılmış iki fərqli qrafik təsvirin birlikdə informasiya həcmi 60 megabaytdır. Bu təsvirdəki piksellərin sayının bərabər olduğunu nəzərə alaraq true cola ilə kodlaşdırılmış təsvirin informasiya həcmini megabayt ilə hesablayın. Demək, piksellərin sayı eynidirsə, belə deyək də, 24-ü vurmuşuq x-ə, piksel sayımızı x götürək, üstə gəlsin. Neçədir? 16-nı da vurmuşuq yenə x-ə, 16x-də. Bunu toplayanda bizə nə veribdir? Bunlar bit daha. Bunu toplayanda bizə nə veribdir? 60 megabayt verib. Burada neçə yer? 40x-də, düzdürmü? 40x bit bərabərdir 60 megabayt. Buradan simvol piksel sayımızı tapacağıq. Sonra da hesablayarıq. Deməli, 60-ı da vuracaq nəyə? Megabaytdan bitə keçməliyəm. 2 üstündə 23-ə. Buradan x məndə bərabərdir 60 vurulsun 2 üstündə 23 bölünsün 40-a. Deməli, neçə qalacaq burada? Sıfırlar getdi, 2-yə getdi, burada 2 qaldı, burada 3 qaldı, 2 ilə bu getdi. 3 vurulsun 2 üstündə 22 piksel sayımızdır. Ondan sonra nə deyir? True cola ilə kodlaşdırılmış təsvirin informasiya həcmini megabaytını tapın. Deməli, 3 vurulsun 2 üstündə 22 bizim piksel sayımızdır. True cola'da da 24 bitdir və yaxud da ki 3 baytdır. 3 bayta vuraq. Ona da nə deyir? Megabayta çevirək. Onda böləcəyik neçəyə? 2 üstündə 20-yə. Bundan da bu getsə, burada neçə qaldı? 3 vurulsun 3 vurulsun 4. Bu da neçə edir? 36. A variantı. Keçdik digər sualımıza. Diaqram hansı elektron cədvəl fraqmenti əsasında qurulmuşdur? A variantı işarələyib. Baxaq görək elə A variantıdırmı? Hədə adi sualdır. Deməli, Bakı 15-dir. Bir də 25-dir. 15-25 düzdür. Gəncə 25-30 düzdür. Sumqayıt 35 o da düzdür. Şirvandakı 15-20 o da düzdür. Yəni şkalalarına baxanda görərsiniz ki, hamısı düzdür. Sadə sualdır. Yəni Excel-dən elə belə sual düşsə yaxşıdır. Mənasızdır, boş-boş faiz hesablarına neynəmələr. Yəni informatikanı bilməyən də sualı yaza bilər məncə rahatlıqla. Adi bir şeydir. Web səhifə ilə eyni alt qovluqda olan infografik faylın istinad doğru göstərilmişdir. Yəni beləsini deyək də, eyni qovluqda olanda siz onun tam adını qeyd etməyə ehtiyac qalmır. Yaxşı, istinadsa onda biz C variantını atırıq. Yenicə siyahı getdi, A siyahı getdi, Y variantı getdi. Qaldı bizdə A, B variantı. A hərf, deməli baxıram info.png, məndə nə istəmişdik? Qrafik. B variantı info.va bu səsdir.
Səs olduğuna görə bunu atıram. Cavabımız olacaq nə? A variantı. Getdik digər sualımıza. Giriş qurğusunu müəyyən edin. Skaner, plotter deməli çıxışdır, printer çıxışdır, əməli yaddaş bu kompüterin belə deyək, dinamik yaddaşı və yaxud operativ yaddaşı bildiyimiz RAM-dır. Daxili yaddaş, proyektordakı bilirsiniz çıxışdır. Skaner olacaq nə? Giriş. Proqramın nəticəsini müəyyən edin. Bir dəqiqə səsə baxaq yerində. Proqramın nəticəsini müəyyən edin. Deməli, burada nə iş görür bu? A bərabərdir mənfi 10, B bərabərdir. Mənfi 10-dan nə qayıdır bizə? F A-nı istəyir. Mənfi 10-dan görə bizə nə qayıdır? Yəni, əvvəlcə bura baxaq görək bu nədir? 4x-in kvadratı düzdürmü? Çıxılsın 36 üstə gəlsin 667. 4x-in kvadratı üstə gəlsin neçə eləyir? 36 çıxanda mən nəsə səhv yazdım. 4-ü 36-ya vurub ondan sonra çıxmayın. 4-ü 36-ya vuran neçə eləyir? 144, 144. 144. 667-dən də 144 çıxanda 523. 523. Ədədimiz, daha doğrusu hesabımız bu. İndi burada nə iş görür? Deməli, F mənfi 10-la bura gedəcək. Nəsə müəyyən bir ədəd alır, nəysə lazım deyil o mənə. Burada da deməli A plus 1 mənfi 9-la gedir hara qədər? 10-a qədər. Onda daxil olmaqla. Əla, B əvvəlcədən orada müəyyən bir qiymət alıb özündə saxlayıb. F-i də hər dəfə gedəcək. Deməli, funksiyaya qiymətlə qayıdıb gələcək. B çalışır ki, nəyə alsın? F-i əgər B-dən kiçiksə, B həmin F-ini almağa çalışır. Belə deyil. Buradan qayıdan ən kiçik qiymət almağa çalışır. Düzdür, bunu görürük. İndi bu aralıqda da hansı ədədi biz bura versək, ən kiçik qiymət verər. Bu da təbii ki, 0-dır da, yəni siz belə deyək də, hansısa bir qiymətin mənfisində, müsbətində versəz, onsuz eyni qiymət qayıdacaq sizə kvadratda, amma 0 verək. 0-da verəndə bura 0, buradan bizə elə qalacaq neçə? 523. Ən kiçik qiymət budur. Yəni bu aralıqdan 0 getsə, sizə ən kiçik qiymət 523 qayıtmış olacaq. Tamam, o zaman 0 getsə, deməli i-nin 0 qiymətidirsə, deməli A burada alıbdır 0-ı. F-i də nə alıbdır dedik? 523. 523-ü. Axırda nə iş görüb? 0 plus 1, 1. Üstə gəlsin. 523-ü 2-yə vuranda neçə eləyir? 1046. 1046. Bundan nəticəsi 1047. Cavabımız D variantı. Keçdik növbəti suala. Girişə ingilis əlifbasının simvollarından ibarət N sətri verildikdə proqram nəyi çap edir? Deməli, nə edir? Birbaşa sətrə müraciəti və yoxlayır x əgər a-ya bərabərdirsə, yəni əlifbada a hərfi gördüsə, o zaman n-in üzərində k gəlir. K da birinci dəfə 0 idisə, deməli, məsəl üçün A, B, C, D də 0, A-nı B deyək də, birinci A-nı məsəl üçün, və yaxud da birinci hərf nədir? Bizdə 0-dır indeks olaraq. Və hər dəfəsində k artdığına görə növbəti hərf üçün 1 olacaq, növbəti üçün 2 olacaq. Yəni, uzun sözün qısası bu nəyə çap edir? A simvollarının indekslərinin cəmi. Doğrudur. Deməli, n sayda iç-içə çəkilmiş 8 bucaqlının təpələri şəkildəki kimi birləşdirməklə alınan qrafın qonşuluq matrisindəki sıfırların sayını müəyyən edin. 8 bucaqlıdırsa, n saydadırsa, bizim ümumi belə deyək də 0-1-lərimizin sayı 8n vurulsun 8n-dir. Bu da neçə yiyəcək? 64n kvadrat. Bu bizim ümumi 0 və 1-lərimizin sayıdır. Yəni 8 bucaqlı çəkibdir və yaxud da ki 8 dənə təpə var üstündə, belə deyək. Və bu da n saydadır. 8n dənə təpə var. O da 8n vurulsun 8n, 64n kvadratı sizdə ümumi 0-1-lərdir.
Bunu da bir kənardan yazaq. 64-in kvadrata çıxılsın. Yəni bundan biz birlərin sayını çıxacağıq. İndi keçək digər mərhələyə. Deməli, bizdə indi tillərin sayı. Tillərimizin sayı neçədir? 8 dənə düzdürmü? 8-in. 8-in üstə gəlsin. Və bir də burada içəridəki xəttlərimiz də var. Baxın, görürsünüz. Bu 8-in yazdığım çöldəki tillərin sayıdır. Çöldəki tillər deyəndə belə deyək də, bu ana xəttlərin üzərindəki tillərin sayıdır. Plus da bu aralarda da var da. İndi məsəl üçün siz burada 4 dənəsini görəndə 4 dənə. Arada neçəsi qalır? 1, 2, 3 dənəsi qalır. Yəni 3 dənəsini görsəz arada 2 dənə olacaq. Yəni n saydadırsa aradakı tillərin sayı n-1. O zaman 8-də n-, 8 vurulsun n-1 da bizdə neçə edəcək? 8n plus 8n minus 8. Yaxşı, deməli buradan da bizə nə qaldı? 16n minus 8. Bu da bizdə nəyimizdir? Tillərimizin sayıdır. Yaxşı, tillərimizin sayıdırsa, onda bunun birlərin sayını tapmaq üçün neçəyə vurmalıyım? 2-yə. 2-yə də buradan vuranda mənə çıxır 32n minus 16. Əla, bu da mənim nəyimdir? Birlərimin sayı. İndi ümumi 0 birlərin sayını bilirəm ki, 64n kvadratıdır. Bundan da kağıdı bildiyim qaydada birlərin sayını çıxmalıyam da. Bu da deməli 32n minus 16-dır. Bu da mötərizəni açanda 64n kvadratı minus 32n üstə gəlsin 16. Bu şəkildə cavabımız nə olacaq? Y variantı. Keçdik növbətiyə. Oradan çəkək. Mən istəyirsən bundan çəkə bilməyəcəm. Yox, mən bundan çəkə bilməyəcəm. Demək 3 dənə elervenimizi çəkək. Nə istəyir bizdən? A buradır, B buradır, C də buradır. Üçün kəsməsi biz x axtarırıq bu hissəni. A and C, A and C 600-dürsə, bura qalacaq bizdə 600 minus x. B and C 350-dirsə, bura neçə qalacaq? 350 minus x. Deməli, A or B bu hissə kəsişsin C ilə. C ilə kəsişəndə onunla bizdən aran istəyir, buranı istəyir. Bu hissə. İstəyir deyəndə daha sonra oranı neçə veribdir? 800 verib. 800 verib, bu da üstə 600 çıxılsın x. Üstə gəlsin x, üstə gəlsin 350. Çıxılsın x bərabərdir 800-ə. X-lərimiz getsə 950 buradadır. Çıxılsın 800 bərabərdir x-ə. Oradan da bizə qalacaq neçə? 150 bərabərdir x. Cavabımız C variantı. 72 verilənlər bazasındakı cədvəl fraqmentinə əsasən mümkün ola biləcək sahə tipləri ardıcıllığını müəyyən edin. Birinci deməli avtonom və text ikinci. C variantı gedir, Y variantı getdi. Üçüncü də textdir. Pul var idi. Yəni axırda da ki məntiq, hə yox. Avtonom və text, pul var idi, bir də yes, no, D variantı. HTML kod fraqmenti nəticəsində web səhifədə nə əks olunacaq? Demək, Dövlət İmtahan Mərkəzində bu burada açılıb, burada bağlanıb. Hamısı altı dizgilidir. O zaman bu gedir, bu gedir. B də burada açılıb, imtahandan əvvəl bağlanıb. Deməli, bir dənə qalın olan imtahan sözümüzdür. O da cavabımız nə olacaq? C variantı. Hamısı altı dizgili, yəni qalın olan imtahan sözü. Verilənlər bazası cədvəlindən fraqment verilmişdir. Sorğusundan uyğun gələn yazıların sayını müəyyən edin. Deməli, məhz 90-dan böyüklər. Budur. Demək, bunlar. Kəsişdiririk nə ilə? Yazaq da bunlar nədir? 1, 2, 3, 6, 7 və 9. Hənd eləyəcəyik nə ilə? 97-dən kiçiklə. 97-dən kiçiklə axırda not eləyəcəm. 97-dən deməli kiçik 3, ondan sonra 4,
Və hamısı getdi daxıra qədər. 4, 5, 6, 7, 8, bu da 9. İndi bunlar deməli ən eləyəndə 9-dur, 7-dir, 6-dır. Bir də nə var burada? Başqa 3 var. 3, 6, 7 və 9. Bunlardan başqa hamısını götürürük. Notdur çünki qarşısı. Və yaxud da ki, mötəzənisini tamam əksinə götürərik. Deməli, buradan bizə nə çıxacaq? 1, 2, 3-ü götürmürük. 6-nı götürməyəcəyik. Deməli, 4, 5, 7-ni götürməyəcəyik. 9-u götürməyəcəyik. O zaman 8-i də götürdük. Buradan bizə nə qaldı deməli? 1, 2, 4, 5, bir də 8. Bunu or eləyəcəyik. Görək nə ilə or eləyəcəyik. Or eləyik deməli not CS 95-dən kiçik onda böyük bərabər götürükdə birbaşa. Budur, budur. Bir dənə də budur. Deməli 1, 2, 3, bir də 8. Buradan bizə nə qalacaq? Oraya indi 1, 2, 3, 4, 5, bir də 8. Düz yazdıqmı? 1, 2, 3, 4, 5, bir də 8. Bəli. 6 dənə. Y variantı. Burada nəsə səhv gedib. 5 seçib. Ola bilər. Haradasa yəqin diqqətsiz yox. Nəsə 6 dənə. Fayl adı ola bilməz. Fayl adı ola bilməz. Fayl adında qadağan olunmuş simvollar deməli. Slash işarələridir, böyük kiçik işarəsidir, qoşa nöqtədir, sualdır, ulduzdur, bir də nəyə yazmadım. Bir də dırnaqlar. Burada da Y variantı seçilib, bəli doğrudur, çünki ulduz işarəsi qadağandır. Nə istəyir? Cəminin ikilik sayısındakı təsvirini müəyyən edin. İkilik sayı sistemindəki təsviri bu neçədir? 8-in kvadratıdır, düzdürmü? 3 vurulsun. Yox, 800-dür 1. 3 vurulsun 800-dür 1. 24 bura, 32 bura, bu da 8. 40 elədir, bu da 24, 64. Bu da bir dənə 1, 6 dənə 0-dır. B variantı. 32 simvollu əlifba ilə kodlaşdırılmış ifadələr və onların informasiya cimlərinin əsasən uyğunluğu müəyyən edin. 32 simvollu əlifbada bilirsiniz ki, bir simvolunuz sizin 5 bitdir. O zaman 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 45 bit budur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 55 bit budur. 6, 7, bu da 8, 40 bit də budur. Yazılan varianta baxaq. Deməli 3-ə nə yazıb? A. 40 bit 8-ə böldüm 5 byte düzdür. 2-yə nə yazıb? B. B. 6 byte 48, bu da plus 7, 55 düzdür. 1-ə də D. D deməli 5 byte 40, o da plus 5, 45 bit. Cavabımız olacaq nə? Y variantı. 10 terabaytın 25%'nin yarısı neçə baytdır? 10 terabaytın 25%-i 4-də 1-də, düzdürmü? 4. 2 üstündə 2 də yazaq bunu lab. Bir də yarısını soruşur da. Bunu da 2-yə bir dəfə də bölün. Plus da byte-ını soruşur. Bunu çevirəsiz. Burası neçə? 2 üstündə 42 byte-a keçir. Burada deməli bura 2 üstündə 3-dür. Bununla gedəndə 10 vurulsun. 2 üstündə 37 qalır. Elə bir cavab yoxdur. Bunu 2 vahidlə 2 dəfə azaltsaz 5 vurulsun. Bunu da 2 dəfə artırsaz 38. 5 vurulsun 2 üstündə 38 C variantı. Proqramın nəticəsini müəyyən edin. Baxaq görək. Deməli count ilə A-ların sayını 1, 2, 3 dənə. 3 plus. Ondan sonra len ilə eləsi də 7-yə qədər simvolların sayını. 7-yə qədər simvolların sayı 7 dənədir. Biz 7-ni götürmürsünüz, 0-dan başlayırsınız. 0, 6 daxil 7 dənə simbol var. Bu da bərabər də 10. Bu getdi. İndi nə deyir? F plus 10 plus ls 7-dən sonra 0, 1, 2, 3, 4, 5, 6, bu da 7. 7-dən sonra find elə A-nı. Deməli 7 də daxil var. Buradan kəsirəm belə. A-ya onda neçə düşəcək? 0, 1, 1.
A-nın indeksi oldu 1. Bərabər də 11. Bu da getdi. İndi ls indeks y, ls-də y-nin indeksini istəyir bizdən. Y-nin indeksi bizdə neçədir? Qeyd eləmişik 4. Və hər bir belə deyək də vergülün də yerində bizdə nə dayanacaq? Plus. Çünki sep araya plus ata-ata gedəcək. 4 plus evə biz neçə almışıq? Evə 10 almışdıq. 10 plus R-ə nə almışıq? 11 almışıq. Plus ev plus R 10 plus 11 21 və son bitdi. Cavabımız nə olacaq? B variantı. Keçdik. Deməli, burada nə istəyir? Yəni, Dövlət İmtahan Mərkəzi 5-cidən sonra find elə A-nı. Böyüdək. Yəni. Deməli, 5-cidən sonra find elə A-nı. Bu nədir? 0, 1, 2, 3, 4. Bu da 5. 5-cidən sonra A-nın indeksi. 5 də daxil olmaqla. 0, 1, 2, bu da 3. Buradan bizə çıxdı 3. B bərabərdir. S nöqtə find elə A-nı. A bizə nə qaytaracaq? 2. Buradan bizə çıxdı 2. 3-dən sonra, 3-dən sonra, əla, bu buradan sonrakında find elə A-nı 6, 14 arasında. Deməli, gəlin buradan yazım, orada çox qarışdı. Deməli, T boşluq X, A, bəsdir bu qədər məncə. Baxın, buradan sonra deyir. 0, 1, 2, 3, 4, 5, bu da 6-da. Yəni ki, 6-dan sonra baxaq görək. M-dən sonra onsuz da A yoxdur. Görürsünüz, M-dən sonra onsuz da A yoxdur. 6, 14 arasındasın. Deməli, bu da mənə neçə qaytaracaq? -1. -1 qaytardı və salam. İndi nə deyir? S nöqtə split boşluqlardan ayırırıq. Gəlirik ayrıca siyahıya. Ayrıca siyahıya yığandan sonra nə iş görəcək? A vurulsun B. A-ya neçə almışdıq? 3 vurulsun. B-yə neçə almışıq? 2 vurulsun. C-yə neçə almışıq? -1. Bu bərabər elədi neçəyə? -6-ya. Üstə gəlsin. Lenka. K-nı sayır. K-nın içərisində 3 dənə sətr var ayrı-ayrı. Boşluqlardan siz ayırdınız bunu burada. Atdınız siyahıya. 1 dənə, 2 dənə, 3 dənə. -6-nın da üstünə 3 gələndə neçə edəcək? -3. Cavabımız A variantı. Hər səhifəsində 15 sətr, hər sətrində 40 simvol olmaqla 10 səhifədən ibarət sənədlə iş zamanı aşağıdakı əməklər ardıcıllıqla icra olunmuşdur. 5 dəfə deməli sol simvolu seçiblər, backspace-ni 3 dəfə delete, 2 dəfə 2 fərqli hərf rəqəm klavişə sıxılmışdır. Bir dəfə kursoru idarə edən düymə sıxılmışdır. Yəni sağa və yaxud da sola dəyişdilər və yaxud da ki end home bu şəkildə. Bu əməklərdən sonra sənəddə olan simvolların sayı ən azı neçə ola bilər? Deməli, ən az neçə ola bilər? Yəni, məsələn, sənədin sonunda durub delete vursa seçin olmayacaq və yaxud da sənədin əvvəlində durub backspace vursa seçin olmayacaq. Yəni, məsələn, atıram sənədin orta hansısa bir yerindəyik. Bizim görək neçə dənədir? 15 vurulsun 40, vurulsun 10 səhifə. 6000 dənə simvolumuz var. 5 dənəsi buradan, 3 dənəsi buradan, 8 dənəsi silinib. Getdimi? 2 dənə fərqli hərf rəqəm klavişi sıxılmışdı. 2 təzdən qayıdıb gəlirik. 5994. Cavabımız olacaq nə? B variantı. O bir dəfə də kursoru idarə etmək bir mənası yoxdur. Yəni bu boyda simvolun içində dayanmısan, bir dəfə kursoru ya sağa keçmirsən, ya sola, ya sətrin əvvəlinə və yaxud da sonuna. Heç bir şey dəyişməyəcək. Yəni 8 dənəsi əlavə olunub, 2 dənəsi də 8 dənəsi silinib, 2 dənəsi də əlavə olunub. Oldu neçə? 5994. Bunu yazmamısan, niyə yazmamısan? Asan sualdır. Keçək bura. Bizdən nə isə alqoritm icrasından sonra çıxışa veriləcək qiymətini müəyyən edin. Demək, bizdə n-imiz neçədir? 28, burada 3 artıb, A-mız da 2 azalıb da, yoxa nə vaxt gedir? Yoxa nə vaxt gedir? Deməli, A-mız bizim neçədir? 43. 43-dən mən 2-ni neçə dəfə çıxsam,
Kiçik bərabər olar, çünki yoxa gedən halım kiçik bərabər. Kiçik bərabər olar, deməli n-imiz nədir? 28-in üstünə 3-ü neçə dəfə gəlsin. Demək 43-dən 28 çıxanda 15 kiçik bərabərdir. Onu da o tərəfə keçirdən. 2-ni də o tərəfə keçirdəndə 2x-i neçə elədi? 5x, buradan da 3 kiçik bərabərdir x, 3 də bərabərdir x-ə. Tapdıq ki, 3 dəfə işləyib də bura, düzdürmü? 3 dəfə 3-üm deməli 9. 3 dəfə 2-im də 6. Əla, deməli n üstünə 9 gəlir. Yəni bizdə 28 idi. Elədi neçə? 37. Yəni bura gələndə, biz yoxa gələndə n bərabər oldu 37-yə. A da bərabər oldu neçəyə? 37 oldu. Çünki 43, 6 çıxılıb deməli, əlimizdə qalıb 37. Gəldik bura, n bərabərdir n plus 3, n-imiz 37-dir, üstünü 3 gələndə elədik 40. A-mızdan təzədən yenə biz 2 çıxırıq. 37 idi, ondan da 2 çıxanda 35. Düşdün aşağıya, deyir, bərabərdir bu deyəsən. Deyir, bərabərdir, sən təbii ki, yox deyəsən də, o 40 və 35 bir-birinə bərabər deyil. Burada gəldin ikisinin cəmini istəyirsəndən 75. 40 və 35-in cəmi 75. Bunu düzalt deyəsən. 40-35-i, bəli, düzalt. A variant. Keçdik bu tərəfə. Deməli, proqramın nəticəsinin 72 olduğu məlumdursa, n-in girişə verilə biləcək natural qiymətlərinin cəmini tapın. Demək, nəticə 72 çıxıb, düzdür? Yəni, başdan baxaq görək nə iş görür. Import məz deməli daxil olunub. n bərabərdir int input. I bərabərdir int məz p. P ədədi 3.14 deməli, oradan bizə tam hissəsi lazımdır. I oldu 3. I oldu 3. Bu nə inir? K nə inir? K-dakı n-dən kök alır. Düzdürmü? N-dən kök alır. Bizdən nə istəyir? N-ə verilə biləcək qiymətlərin cəmi. Qardaş, n-ə verilə biləcək qiymətlərin sayını falan soruşsan, yenə nə bilim. Aldığı nədir də bir də təzədən, nə bilim, topla, nə var. Vaxtı uzatmaqdan başqa məqsəd yoxdur. Deməli, təkdirsə əgər n-imiz bura icra. A'yı almışıq da 3, düzdürmü? Bu, belə deyək də, 3 vurulsun 5, 15, 3 vurulsun 6, 18. K'ya da vuranda 15K, burada 18K. Əla. 72 15-ə bölünmür də. Deməli, biz else-nə işləmişik. Ki, 18-i biz nəyəsə vurmuşuq, nəyəsə deyəndə, yəni 4-ə vurmuşuq ki, 72 almışıq da, düzdür? 15-i, amma nə, kəsr alınır da, nəsə 72-ni 15-ə bölünür. Hə, nəsə, deməli, biz burada K-ya tapdıq neçə? 4. K bərabər oldu 4. Deməli, K mənə buradan 4 çıxmalıdır. İndi hansı ədədlərdən kök alanda onun tam hissəsi mənə 4 verəcək. Hansı ədədlərdir onlar? 16-dır, gedir, neçəyə qədər? 24-ə qədər, yəni 24-də daxil. Daxil. Deməli, 24-də daxil, oradan da mənə nələr lazımdır? Cütləri. Çünki else nə vaxt işləyir? Cütlərdə işləyir də. Bura tək olanda if işləyirdi. Amma if mənə lazım deyil 15K. Mənə lazımdır cütlər. N-in cüt qiymətləri. Və sonda bu 16-dan da 24-ə qədər 24 daş bir sayını axtarası idi. Cəmini istəyir onsuz da məndən. 16, 18, 20, 22, bu da 24. Sayı 5 dənədir. Cəmi də neçə edir? 16, 24, 40, 18, 22, bu da 40, bu da 20, 80, 20, bu da 100. Bunu deyəsən yazmayıb. 100. Burada nədir? Burada nədir? Alqoritm fraqmentin yerinə yetirilməsi nəticəsində çıxış 667 ədədi verilmişdirsə, n dəyişənin girişə verilə biləcək qiymətlərinin cəmini müəyyən edin. Baxaq. Nəsə yazılıb. Demək nə deyir? Çıxışa nəticə çıxıb, 667 çıxıb, düzdür? Harda artır? Burada artır, 20 artır. Yəni 567-nin üstünə sən 20-ni neçə dəfə gəlsin? 667 deyəcək də. Sonra 20x bərabərdir 100-ə.
X bərabərdir 5-ə. Deməli 5 dəfə gəlsən. 5 dəfə gəlsən və ondan sonra da yoxa getməlisən. Bir də 4 dəfə gələn, axırıncı dəfə həyə girəndə. Bizə ümumi hamısı lazımdır ki, onların toplayaq da cəmi lazımdır bizə. Əla, nəsə. Deməli, en üstə gəlsin. 5 dəfə 24-ü neçə edir? 5 dəfə 20, 100, bu da 120 də. En üstə gəlsin 120 olanda, yəni enimiz beləsin olanda, yoxa getməyimiz üçün E-dən nə olmalıyıq? Böyük olmalıyıq ki, yoxa gedək. Çünki yoxa gedimiz halımız bir dənə böyük qaldı. Deməli, E-miz də bizdə neçə idi? 567 idi. 567-nin üstünə 5 dəfə 20, yəni 100-ü gələndə 667. Bu şəkildə buradan da M böyükdür. 667-dən 120 çıxanda deməli 547. 547 səhv eləmədimsə. N də bərabərdir neçə? 548. Bu belə. Bir də sonuncu dəfə həyə girəndə, yəni 4-cü dəfəyə baxırıq. 4-cü dəfədə deməli 4 dəfə 20 80. Deməli 4 dəfə 24-ün neçə edir? 96. N plus 96 nə olmalıdır? Kiçikdir, bərabər olmalıdır. Nədən? 80, 567-nin də üstünə 80 gələndə neçə edəcək? 647. 647. Buradan da bizə nə qalır? N kiçikdir, bərabərdir. 1 551 də mən axtarıram. Beynim dolaşdı. 647-dən 96 çıxanda hədə 551. 551. İndi buradan da N-imiz bərabərdir nəyə? 551-ə. Bizdən nə istəyirdi? Biləcək qiymətlərin cəmi. 548-dən 551-ə qədər ədədlərin cəmi. 548, 549, 500 deməli. 50, 551. Yaxşı ki, böyük aralıq deyil. Yoxsa yenə məcburuq silsiləyə gedək. Bu nədir? Bax, indi bunu mən niyə toplamalıyam ki, imtahanda? Nəsə, bu 4 dənə 500-ümüz neçə elədi? 2000. Üstə gəlsin. 2 dənə orada 50-miz var. 100. Deməli, 2 dənə burada 40-ımız var. 180. Üstə gəlsin. 1, 9, 10. O da 18. Bu neçə edir? 2198-də, düzdürmü? 2198. Belə çürük-çürük 5-ci sinif kimi hesablama, toplama, çıxma, bu nə mənası var, nə bilim mən. Nəysə, cavabımızı bildik, keçdik. 85. Proqramın icrası nəticəsində 5 ədədinin çapa verilməsi üçün n dəyişəni daxil edilə biləcək ən kiçik natural qiymətinin rəqəmləri cəmini yenə müəyyən edək. Rəqəmləri cəmini. Ədəd al qoy orada qutardı. Deməli, indi burada nə iş görür? Nə deyirdi? Ən kiçik qiymətini. Ən kiçik qiymətinin isə bunun deməli hə verməsi üçün, valin bizə doğru verməsi üçün, hə verməsi üçün nə olmalıdır? Ən kiçik 4 olacaq da. Yəni 4 olsa verə bilər. Yaxşı, bu da neçə alıbdır? İcrası nəticəsində 5 alıb. 5 alıbsa k-mız da bizim 2-dirsə, 2-nin üstünə 1-i neçə dəfə gəlmişəm? 3 dəfə gəlmişəm də. Deməli dövrümüz neçə dəfə işləyib? 3 dəfə. Bu getdi. 3 dəfə deməli 16-ya böləndən sonra artıq sənin əlində qalan ədəd şərti doğru verməməlidir. Tamam, yaxşı. Onda deməli qalıq hər dəfə 4 çıxması üçün 4 düzdürmü? Bir addım əvvələ qayıtsam 4-ü 16-ya vuran neçə edəcək? 64 64 64 64 bu tam bölünür. O zaman biz götürəcəyik neçəni? 68-i. Yəni 68-i mən 16-ya bölsəm deməli. Qalıq 4 qalacaq. Bundan da geriyə bir addım da atsam 68-i 16-ya vuranda neçə edir? 68-i 16-ya vuranda 1088. Deməli
1088. Yenə də buradan da deməli qalığımız bizim 4 qalmazsın. Bundan da əvvələ qayıtsam plus 4 1092. Əla. Deməli siz 1092-ni daxil eləsəz, 1092 ilə gedəndə bəli, siz 3 dəfədən sonra yoxa gedəsiniz və K-ya da 5 almış olacaqsınız. Çünki bax, məsəl üçün də 1092-ni sən 16-ya böləndə səndə neçə qalır? Qalıq 4 qalır da, nəysə 1088 tam bölünür də, onu dedik. Qalıq 4 qalır. Təzədəndən deməli 68-də böləndə yenə qalıq səndə 4 qalacaq. Əlində yəni elə sadəcə 4 qalacaq. O 4-dəki deməli 3-dən böyükdür, daxil olasın, sonuncu dəfə burada 5 olasın. Nəsə 1092-dir. Özünüz də qoyub yoxlaya bilərsiniz. 1092-də bizdən rəqəmləri cəmini istəyirdi. O da neçə? 12. Ən kiçiyini istədiyinə görə. Ən böyüyünü desəydi 15 ilə yoxlayardıq. Getdik. Yəni şərti böyük verən bizə ən böyük 15-dir. Onluq say sistemində verilmiş 40 vurulsun 16 üstü 40 ədədinin 8-lik say sistemindəki təsvirinin neçə rəqəmli olduğunu müəyyən edin. 40-ı yazaq. 2 üstündə 5 plus 2 üstündə 3 kimi vurulsun 2 üstündə deməli neçədə olur? 4-ü 40-a vuranda 160-da 2 üstündə 160. Bu da 2 üstündə 165 üstə gəlsin 2 üstündə 163. Böyük qüvvətə baxaq, bəsdir. Kiçik qalsın. Böyük qüvvətə də baxanda bu neçə edir? 2 üstündə 3 2 üstündə 3 165-i böləndə neçə edəcək? 150 da 155 55 2 üstündə 3 üstü 55. Da nəysə balacaya baxmıram. Bu da neçə rəqəmli ədəddir? Yəni hər nədirsə qarşısında bir dənə 1 var, arxasında da 55 dənə, daha doğrusu burada da bir dənə rəqəm çıxacaq. 54 dənə 0 var yəni. 54 dənə 0 var. Nəysə də yəni qarşıda bir dənə rəqəm var, arxasında da 55 dənə rəqəm var. Uzun sözün qısası 56 rəqəmli ədəd. Onun da 2 dənəsi 1-dir. Burada 1 deyil, buradan nə çıxır, nəsə də bu lazım deyil. 2 dənəsi rəqəm, normal rəqəmli, qalanlar 0-dır. 54 dənə 0-dır. Demək gəldik 87-yə. Elektron cədvəl olan diapazonları ilə bağlı uyğunluğu müəyyən edin. Diapazon xana sayı. Ay maşallah, burada cədvəl falan çəkmişsən. Deməli, bax, C-də eyni sütundayam, 1-dən 7-yə qədər. Burada 7 dənə xana var, bu heç getdi. B, C, D, 3 dənə sütunum var. 6 minus 2, 4, plus 1, 5. Bərabər neçə? 15. B, C, D, 3 dənə vurulsun. 4 minus 3, plus 1. Yəni neçə elədi? 2. Bu da bizə neçə verdi? 6. Deməli 7 D variantı, 15 A variantı. D ilə A eyni şey oxşadı. A-nı belə yazaq. 6 da ki Y variantı. Nasılsa düz yazmış. Getdi bu da. Bir şeyin natural X və A həqiqətləri verilmişdir. Deməli, hasilini hesaplayan alqoritm blok sxemini qurun. 2x üstü 2, 3x üstü 3, nx üstü x yox, n. Bunlar beləsinə yazın getsin. Deməli, gəlin aşağı tərəfə ağardaq. Qəşəng səhvlər yazmağa çalışaq. Bir problemimiz olmasın. Demək nəsə biz nələr daxil eləməliyik? Daxil edəcəklərimiz x-dir, a-dır, bir də n-dir. X-imiz daxil edək, a-mız daxil edək, n-imizi də daxil edək. Başlanğıc və sonu özünüz çəkərsiniz. Demək, n-dən mən i dəyişəndən bir-bir qiymətlər verəcəm. Ona görə i bərabərdir 1. Burada da görürsünüz, 1 vurulsun, x üstü 1-də bu. Bir də deməli, hasil desti hesablamalıyam. S də bərabərdir 1. Bu da bizdə düz bucaqlıdır. Ondan sonra
Sonra bizə deməli nə lazımdır? Rombumuzu çəkirik, deyirik i kiçikdir, bərabərdirsə n-i də almışıq axırıncı dəfə n-dən. i n-dən hər dəfə qiymətlər alacaq. Hə. Hə olarsa o zaman s bərabərdir, s vurulsun. Deməli nə yazıbdır? A üstə gəlsin. I vurulsun x üstü i. Bu da düzbucaqlıdır. Ondan sonra i bərabərdir i plus 1. Bunu da gətirik, birləşdiririk ox işarəmizə. Romba yox, oxa birləşdirirsiniz onu. Deməli, burada da yoxa gələndə nəyi çap edəcəyik? Biz s-i çap eləməliyik. Belə bu qədər. Uzun uzadı da onu çözəliyib yazmağa ehtiyac yoxdur. Bu şəkildə yazırsınız, tam balınız yerindədir. Deməli, girişə x, y tam ədədləri və mərkəzi koordinat başlanğıcında olan çevrənin radiusunun uzunluğu r verilmişdir. Çevrənin kənar xətti üzərində olmayan nöqtəsindən bu çevrənin ştrixlənmiş hissəsinin daxilində deməli, x ilə y-in kvadratın cəmi kiçik olmalıdır r kvadratından da, düzdürmü? Daxilində olması üçün. Plus da ki, orada biz həm də yoxlamalıyıq ki, görürük ki, bizə x-in mənfi y-in müsbət qiyməti lazımdır. Bir də y-in mənfi x-in müsbət qiyməti lazımdır. Yəni bu rüblərə görə. İkinci ilə dördüncü rüb. Bir də o lazımdır. Sizə yazaq. Deməli. Sadəcə olaraq bu boyda nə bilim. Başa düşürük, riyaziyyat lazımdır falan anlamaq. Riyaziyyatda yoxlayırsan da nə istəyirsən. Hər fəndə də ayrı-ayrı təzədən bir də riyaziyyat oxuyurlar. Bir dəqiqə, mən bunu beləsinə ayıra bilsəm. Hə, isə belə yazaq. İnformatika tamam informatikalıqdan çıxır. Yəni, söhbət bu suala görə demirəm. Mən məsəl üçün, bayaqlarım oradakı bəzi suallar, Python sualları. Yəni, o sualdan sən milyon dənəsini rahat sərbəst işlədə. Sənin yəni Pythonla işləmə bacarığı var, proqramçı olmaq bacarığı var. Onun nə xeyri var, mənə hələ də çatmır yəni. Sanki Python bir alət kimi əllərində istifadə edib riyaziyyat öyrədirlər. Çatmır nəsə mənə. Düzdür, məcbur olub biz də sual tərtib edirik. Yəni, neyini edeyim, imtahana görə məcburuz. A nə idi? Bizdə nə idi? X. Deməli, bərabər işarəsinə qoymuşam kaydın dayanmasını. Uzapsın dayanmasını. Əlim bərabərə dəyib. Ona görə dayanıb təzədən yazaq həmin hissəni. Aha. Deməli, bizə nə lazımdır? X lazımdır, düzdürmü? Burada qalmalıydı. Hə, bəli, qalıb. Ondan sonra bizə nə lazımdır? Y, bir də nə lazımdır? R. Düsturumuza uyğun olaraq yazırıq deməli if x vurulsun x. Üzərinə gəlsin y vurulsun y. Kiçikdir nədən? R-in kvadratından. And indi bizdə birinci nə idi? İkinci rübdə x-in mənfi qiymətidir, y-in müsbət. Dördüncü rübdə də əksinədir. Y-in mənfidir, x-in müsbətdir. O zaman deməli qeyd edək x kiçikdir sıfırdan. And y böyükdür sıfırdan. Or deməli bu dəfə əksinə x böyükdür sıfırdan and y kiçikdir sıfırdan. Düzmü yazdıq? Düz yazdıq. Yəni mötərizələrimizi düzəldirik və salam. Beləsinə deməli print olsun. Bəli. Əks halda print olsun. Xeyr. Bu şəkildə. Proqramımız deməli bu şəkildə. İndi keçək növbətisinə. Bu 89-cu. Klaviaturadan aralarında bir plus simvolu olmaqda tam ədədlərdən ibarət bir sətr daxil edilmişdir. Bu ədədlərin müsbət olanlarının cəmini və hasilini çapa verən proqram Python dilində yazın. Ancaq müsbət olanlarda, məsəl üçün aşağıda görürsünüz.
və yaxud da ki, yuxarıdan da var, -3 var orada, o hesaba qarışmaz. Əla, deməli, ancaq müsbətdən işləyəcək. PS nə etdə? Tutaq ki, deyirəm, n bərabərdir input. Klaviaturadan biz aralarında plus olaraq tutaq ki, hər hansısa bir sətr daxil eləmişik buradakı kimi. İndi biz onu ayırıb nə etməliyik? Siyahı yığmalıyıq da, düzdür? Məsəl üçün deyirəm, A bərabərdir n.split. Plus işarələrindən ayırmalıyıq biz onu. Plus işarələrindən biz onu ayırmalıyıq. Ayırdıq və yığdıq siyahıya. Deməli, bizə nə lazımdır? Cəm, bir də hasil. Cəmi C-də eləyək. Ondan sonra hasil də H-da eləyək. Deməli, birbaşa müraciət edəcəm mən nəyə? Siyahımıza. Siyahımıza birbaşa müraciət edək və indi oradan götürəndə bizə nədir? Sətr tipindədir. Sətr tipindədir. Ona görə deməli deyəcəyik ki, if int i kimi müqayisə edə bilim mən. Böyükdür sıfırdan. O zaman c bərabər olsun c plus int i və h-da bərabər olsun. H vurulsun int i. Və sonunda yəni c-də cəmini hesabladıq, h-da da hasilini. Bizdən nə istəyir? Cavab necə çıxsın? Cəm bərabərdir 7, hasil bərabərdir 10. O zaman deməli print dırnaq işarəsi içərisində cəm bərabərdir və bizə nə lazımdır? C. Ondan sonra bir də deməli hasil bərabərdir. Hasil bərabərdir. Hasilimiz də nədir? H-da. Vəssalam, bu qədər. Tutaq ki, nə veribdir? 5 üstə gəlsin, -3. Ondan sonra üstə gəlsin 2. Üstə gəlsin 0. Cəm 7 hasil də bu şəkildə. Belə dəyərli abituriyentlər, əziz izləyicilər, izlədiyiniz üçün təşəkkürlər. Belə də pis deyildi, amma yenə də dediyim kimi mən tərəfdarı deyiləm ki, Python-a alət kimi istifadə edib riyaziyyat sualları salınsın. Nə bilim, mənə görə məntiqsiz bir hərəkətdir, bilmirəm. Python-un öyrənilməsində nə kimi töhfəsi var, bilmirəm. Var, demirəm ki, yoxdur, amma da bu qədər də olmaz da, bu qədər də ağır çıxartmaq olmaz, nə bilim. Hansısa bir proqramçı gəlib oturub suala baxsa adama gülmək gəlir. Nəysə, imtahanda hər kəsə uğurlar.